bir müsəlman barədə danışarkən elmlə danışmalıdır, cahiliyyətlə danışmamalıdır. Ədalətlə, insafla danışmalıdır, zülmkarlıqla danışmamalıdır. Çünki hər bir şeyin hesabı vardır. Hər bir şeyin hesabı var. Bu günlər bəzi insanlar danışırlar ki, filankəs maşın sürə-sürə fətva verir. Birincisi, fətva vermək alimlərin işidir. Fətvanı alimlər verir. Biz fətva vermirik. Biz sadəcə alimlərin fətvasını nəql edirik. İkincisi, deyirlər ki, göyə Ağalı qardaş deyib ki, Ukrayna tərəfdən Rusiyaya qarşı gedib vuruşmaq olar və bunu cihad adlandırıb. Həşə. Biz Suriyada müsəlmanların zülm altında qaldıqları bir halda ora insanları çağırmadıq. Niyə görə? Çünki alimlər buna icazə vermirdilər. İkincisi, biz bilirik ki, kənarda olan döyüşdə iştirak eləmək üçün müsəlmanlar tərəfdən kafirlərə qarşı buna iki şərt var. Birincisi, dövlət başçısının, rəhbərin icazəsi olmalı. İkincisi isə valideynin icazəsi, izni, halallığı olmalıdır. Əgər biz buna bu cür yanaşırıqsa, iki dənə kafir ölkəsi bir-biri ilə dalaşırsa, müharibə edirsə, biz orada cihad fətvası verdik, heç bir şərtsiz, qeydsiz, həşə. Biz nə demişiksə, alimlərin dediyindən kənara çıxmamışıq və hər dəfədə sənədləşdirmişik, dediklərimizi isbat eləmişik. Orada da eləcə isbat eləmişik. Və ona görə alimlərdən biri var, deyir ki, kim dediyin isnad eləyirsə, artıq özündən şərri uzaqlaşdırmışdır. Və biz istər çəkilişlərdə, istər qeyri-çəkilişlərdə, istər təklikdə, istər cəmiyyət içində dediyimiz hər bir sözün məsuliyyətini daşıyırıq və buna mən şəxsən öz adımdan deyirəm ki, tam məsuliyyəti ilə buna hər yerdə dediyim bütün sözlərin cavabını verməyi və məsuliyyətini daşımağa hazıram. Allahdan qorxsunlar və iftira yaxmasınlar.